Funksiyanın teorəməsi mövzusunu davam edək. Sizin orta məktəbdə keçmədiyiniz bəzi məqamlar var burada. Ona görə o hissələri diqqətlə qulaq asın. Məsələn, 331 nömrəli sual. X və Y iki dəyişən varsa, bu qeyri-aşkar şəkildə verilmiş funksiyadır. Və qeyri-aşkar şəkildə verilən funksiyanın teorəməsini tapanda sürətdə verilən funksiyanın deməli, x-ə görə teorəməsini tapacaqsınız. Məxrəcdə isə funksiyanın y-ə görə teorəməsini və qarşısına mənfi işarəsi verməliyik. Yəni, bu funksiyanın deməli, x-ə görə teorəməsini tapmaq nə deməkdir? O deməkdir ki, x-ə görə teorəmə alırsınızsa, y-ə bir ədəd kimi baxırsınız, sabit kimi baxırsınız. Və deməli, x kvadratından yalnız teorəmə almaq lazımdır. X kvadratın da teorəməsi 2x eləyir. Eyni qayda ilə əgər biz y-ə görə teorema alırıqsa, bu dəfə biz y-ə bir dəyişən kimi baxıb, amma x-a bir sabit kimi baxırıq. Sabitin teorəməsini 0 qəbul edirik. Y kvadratın da teorəməsi 2y olar. Və ixtisar etdik, mənfi x bölək y qaldı. Verilən nöqtələri yerinə qoyaq. Mənfi kök 6-2 bölünsün, müsbət kök 6-2 və bu zamanda cavabınız olur 1. Sonra 332-ni izah edim. 332 d kvadrat y diferensialı ifadə edir. Yəni, bu deməkdir ki, funksiyanın ikinci tərtib teorəməsini alırsınız. İkinci tərtib teorəmə bərabərdir d kvadratı y bölək dx kvadratı. Deməli, əgər siz d kvadratı y axtarırsınızsa, bu deməkdir ki, funksiyadan 2 dəfə teorəmə alırıq. İkinci tərtib teorəməsini vurulsun dx kvadrat şəklində yazmalıyıq. Misalı həll etmədən öncə baxın burada səhv cavablar hansılardır. Hansının ki, sonluğunda dx kvadrat ifadəsi yoxdur, deməli o səhv cavablardır. Və dx kvadrat olan 2 cavab olduğumuza görə biz bu misalı tamamlamalıyıq. Birinci tərtib teorəməsini tapaq. Sinus kvadratı x-in birinci tərtib teorəməsini tapıramsa, mən buna bir t kvadrat funksiya kimi birinci baxmalıyam, çünki mürəkkəb funksiyadır. T kvadratın teorəməsi 2t olduğuna görə, deməli sinus kvadrat x-in də teorəməsi qüvvət funksiyası olaraq 2 sinus x olar. Və bir də vurulsun, bu mürəkkəb funksiya olduğu üçün bir də sinus x-in teorəməsini yazmalıyıq. Sinus x-in teorəməsi də kosinus x olur və gördüyünüz kimi bu 2 qat arqument düsturudur, yəni sinus 2x-in düsturudur. İndi ikinci tərtib teorəməni tapım. İkinci tərtib teorəmə sinus 2x-in teorəməsini almalıyam, çünki birinci tərtibdə sinus 2x almışdım. Sinusun teorəməsi kosinusdur. Və mürəkkəb funksiya olduğuna görə 2x-in də teorəməsi 2. Və dediyimiz kimi, ikinci tərtib teorəməni aldımsa, sonda nə yazmalıyam? dx kvadrat yazmalıyam. Deməli, d kvadrat y bərabərdir 2 kosinus 2x dx-in kvadratı. Yəni, cavabınız olur bu. İndi ondan yenə sual varsa, yenə izah edəcəm. 333 isə fərqli sualdır. Parametrik şəkildə verilmiş funksiyadır. Yəni, parametrik dedikdə y t-dən asılı bir funksiyadır. X da eyni zamanda t-dən asılı olan başqa bir funksiyadır. Y-x' tapmaq üçün nə edəcəksiniz? Y-t-dən teorəmə alırıq və bölürük x-t-dən aldığımız teorəməyə bərabərdir. Ayrı-ayrılıqda hər birisini tapaq. Y görürsünüz ki, hasil funksiyasıdır. Hasil funksiyasını tapanda birincinin teorəməsi, yəni y üstü 3t-nin özü, bir də vurulsun 3, çünki 3t-dən də teorəm alırsınız. Vurulsun sinus kvadratı t-yə, üzərinə gəlinsin. Qoy elə bunu burada bu formada yazım. Sonra x-t-ni də ayrı yazaram. Bərabərdə qoydum. Üzərinə gələk, birinci olduğu kimi qalar. Vurulsun ikincinin teorəməsi. Sinus kvadrat 2t-nin bayaq bir bənzər teorəməsini aldım. 2 keçər əvvələ, olar sinus t. Bir də sinus t-nin teorəməsini alırsınızsa, olur kosinus t. Və bu nəyə bərabərdir? Baxaq. Bu da bərabərdir. Y üstü 3t-ləri çıxartsam, qalar 3 sinus kvadratı t, üstə gələk. 2 sinus t, kosinus t, sinus 2x-in düsturudur. Yəni, sinus 2t-dir.
Hələ ki, mənim cavabım sürətimə uyğun bir neçə cavab var. Ona görə də məsləhətdir ki, məxrəci də tapaq. Yəni x-t-nin də törəməsini tapaq. X-t nə idi? X-t y üstü 3t vurulsun kosinus kvadrat t idi. Deməli, birincinin törəməsi vurulsun ikinci funksiya olduğu kimi üzərinə gələk. Y üstü 3t birincinin törəməsi vurulsun ikinci funksiyanın törəməsi, o da eləyər, vurmadı da burada. 2 kosinus t və kosinus t-nin də törəməsi mənfi sinus t-dir, mürəkkəb funksiya olduğuna görə. Bərabərdir. Yenə də mən burada nəyi çıxardıram? Y üstü 3t-ni kənara çıxartsam, qalar 3 kosinus kvadratı t. Bu mənfiyə görə, baxın, bu mənfiyə görə olacaq. Və 2 kosinus t, sinus t yenə də sinus 2 alfanın düsturudur. Yəni olur çıxılsın sinus 2t. İndi gəlin bu rənglərlə mən bunu fərqli şəkildə göstərim. Biz nə etməli idik? Y-t-nin törəməsini x-t-nin törəməsinə bölməli idik. Yəni sürətdə bu ifadə olur, məxrəcdə isə bu ifadə olur. Və bu y üstü 3t-lərdən başqa burada ixtisar gedən heç nə yoxdur. Sürətdə qalır 3 sinus kvadrat t sinus 2t, məxrəcdə isə qalır 3 kosinus kvadrat t çıxılsın sinus 2t. Deməli, cavabımız budur və düzgündür. Cavabımızı aldıq. Davam edək. 334 nömrəli sualda A nöqtəsində diferensiyallanan funksiya olarsa, limiti hesablayın. Fx çıxaq, fx-a, x minus x-a. Bu əslində funksiyanın A nöqtəsindəki törəməsinə bərabərdir. Bu elə törəmənin tərifidir deyə bilərik. (335) yenə də parametrik şəkildə verilən funksiyadır. Hansına yazırdım? Açıqla yazırdım deyəsən. Parametrik yenə də baxın, buradan yadda saxlaya bilərsiniz. Birinci y-in törəməsini alırsınız y-t-nin. Sonra isə x-t-nin. Yəni parametrik olanda y-in törəməsi bu sadə funksiyadır. B sabitdir, qalır yerində. Sinusun törəməsi kosinus t-dir. Daha sonra isə x-dan törəmə alacamsa a qalacaq yerində. Kosinusun törəməsi mənfi sinus t-dir. Və tərifə əsasən kosinusun sinusa nisbəti bizə nə verir? Kotangensi verir. Kotangens t-ni verir. Baxaq görək hansıdır cavabımız? Bəli, cavabımız düzdür. B bölək a, mənfi B bölək a. Kotangens t. 336. 336 ayrı-ayrı iki dənə funksiyadır. Biri fi funksiyası, biri isə f funksiyası. Sürətdə f funksiyasından törəmə almaq lazımdır. Tangensin törəməsi 1 bölək kosinus kvadratı x-dır. Məxrəcdə isə ln 1 minus x-dan törəmə almaqdır. Ln x-in törəməsi 1 bölək x olduğuna görə 1 bölək 1 minus x. Bir də 1 minus x-in törəməsi, o da x-in əmsalı mənfi 1 olduğuna görə qalır mənfi 1. İndi həm sürətdə, həm məxrəcdə x-in yerinə 0 yaza bilərik. 1 bölək kosinus 0-da nə alır? Elə 1 alır. 1 bölək x-a 0 versək, 1 çıx 0 elə 1 olar. Bir də mənfi 1-ə vurulmuş. Bu da nəyə bərabərdir? Elə mənfi 1-ə bərabərdir. Sonra 337. 337 də elə 336 kimidir. 2 dənə funksiyanız var. Ayrı-ayrılıqda funksiyaların törəməsini alırıq. Birinci f(x)-in törəməsini alaq. 1-in törəməsi 0-dır. Sinusun törəməsi də kosinus pi x bölək 2-dir. Bir də burada əmsal qalmalıdır. Pi bölü 2. Çünki mürəkkəb funksiyadır. Məxrəcdə isə 1-in törəməsi 0, x-in də törəməsi 1. Yəni, məxrəcdə heç biri nəzərə alınası bir qiymət qalmadı. Yalnız sürətdə nəzər almaq lazımdır. Deməli, məxrəc mənfi 1-dir. Sürətdə də mənfi pi bölü 2-ni nəzər alsam, mənfilər bir-birinə aparar. Yəni, pi bölü 2 qalar əmsal olaraq. Kosinus pi bölü 2-də x-in yerinə 1 yazsam, alınar kosinus elə pi bölək 2. Kosinus 90-da nə alırdı? 0 alırdı. Deməli, cavabımız 0-dır. 338 nömrəli sual. Parabolaya çəkilən toxunan apsis oxunun müsbət istiqamətində hansı bucaq əmələ gətirir? Bu, orta məktəbdə də bunu keçmişdiniz. Abituriyent olub hazırlaşanda da bu qaydalar var idi. Y bərabərdir kx plus b.
əgər toxunanın tənliyidirsə, bu axtarılan bu k, bucaq əmsalı funksiyanın törəməsinin verilən x0 nöqtəsindəki qiymətinə bərabərdir. Deməli, biz nə etməliyik? Verilən funksiyanızdan törəm almalıyıq. 2x çıx 6 eləyir və burada da x-in yerinə verilən x0 nöqtəsinin yerinə qoymalıyıq. 2 vuraq 3,5 çıx 6. 7 eləyər. 7-dən də 6 çıxanda 1 qalar. Və k nəyi ifadə edirdi? Düz xətlər mövzusundan bunu bilirik. K bucağın tangensini ifadə edir və tangens də 1-ə bərabərdirsə, deməli alfa neçədir? Tangens nə vaxt 1 alır? 45 dərəcədə. Cavabımız olur 45 dərəcə. 339 da eyni qayda ilə izah eləyə bilərik. Çəkilən toxunanın bu ümumiyyətlə tənliyi istəyir. Yəni y bərabərdir kx plus b-nin özünü istəyir və bunu necə yazarlar? Toxunanın tənliyini belə yazırlar. Funksiyanın törəməsi x0 nöqtəsində x çıxaq x0, bir də üstə gələk f. Funksiyanın özü x0-da. Yəni biz yekunda bu tənliyi qurmalıyıq. Törəmədən başlayaq, ya da ki birinci funksiyanın özündə qiymətini qoyaq, fərqi yoxdur. Gəlin funksiyanın özündə birinci qiyməti qoyaq. Fx0, yəni f4-dən söhbət gedir. Və funksiyada kök 6 x funksiyası kök 6 4, bu da bərabər 2. Bunu tapdıq. İndi funksiyanın törəməsini tapaq. Kök 6 x funksiyasının törəməsi bərabərdir 1 bölək 2 kök 6 x-a. Və fx0, yəni f4, f-in törəməsi 4 nöqtəsində 1 bölək 2 kök 6-da 4. O da elədi 4-də 1. Deməli, nəyimiz var? Funksiyanın törəməsi var. Baxın, indi burada yerinə yazaq. Funksiyanın törəməsinin qiyməti var. Y bərabərdir. Törəməsinin qiymətini nə aldıq? 4-də 1 aldıq. 4-də 1. X çıxılsın x0. X0-ın qiyməti nə idi? 4 idi. Üstə gələk, bir də f x0-ımız da var. F x0-da nə almışdım? 2 almışdım. Üstə gəl 2. Belə bir ifadə, bunu sadələşdirək. 4-də 1 x. 4-ü 4-də 1-ə vuranda 1 eləyəcək. 1-in də çıx 1 eləyəcək. Mənfi 1, üstə gələk 2. Deməli, alındı 4-də 1 x, üstə gələk 1. Üstə gələk 1. Belə bir cavab alındı. Davam. Düsturlardan hansı səhvdir? Baxaq da niyə səhvdir? Səhvi müəyyən eləyək. Məsələn, birinci funksiyaya baxsaq, S bölü U funksiyası, onun burada mürəkkəb olub olmadığını bilmirik. Ona görə biz həmişə mürəkkəb kimi yanaşmalıyıq. Sabit olduğu kimi qalır. 1 bölü U funksiyasının törəməsi mənfi 1 bölü U kvadratdır. Bir də U-nun öz törəməsi bizə lazımdır. Çünki ola bilər ki, mürəkkəb funksiya kimi düşünülsün. Ona görə bu düzdür. Birinci variant düzdür. Sonuncu variant səhvdir. Çünki orada onun törəməsi yazılmayıb. 341 funksiya artımını istəyir. Bu yazdığımı silim, təzədən izah edim. Deməli, delta y nə deməkdir? Delta y funksiya artımı deməkdir. Və funksiya artımını da necə taparlar? İzah eləyək. Delta y bərabər olur. Y-in x üstə gəl delta x-daki qiymətindən çıxarlar y-in x ifadəsini. Yəni, burada dəyişən nədir? X kvadratıdır. Deməli, mən bir dəfə yazmalıyam. 3x üstə gələk delta x-in kvadratı, yəni x-in yerinə yazıram da. Bir də çıxılsın 3 vuraq sadəcə x-in kvadratı. Yəni, misalın özü kimi. Baxaq, indi biz bunu aça bilərik də. 3-ü ən kənarda saxlayıram və müxtəsər vurma düsturu kimi açıram. X kvadrat üstə gələk 2x vuraq delta x, üstə gələk delta x-in kvadratı və çıxılsın x-in kvadratı. X kvadratlar ifadəsi gedər. Qalar burada nə? Qalar burada bərabərdir. 3 vurulsun. Həm də delta x burada da var. Burada da delta x-in birini çıxarda bilərəm. Deməli, delta x-i çıxartdımsa
2 vur x qaldı. Delta x'in birini çıxartdımsa 1 qaldı. Və cavab oldu bu. Düzgün. Sonra 342-də isə funksiya artımının arqument artımına nisbətidir. Mən bu misalı indi həll eləyəcəm eləməklə. Amma bunun sizə rahat bir cavab yadda saxlamaq üçün rahat bir yolunu da deyəcəm. Niyə həll edirəm? Çünki ola bilər hansısa bir seminar salında ya ev tapşırığı kimi olsa sizdən bu sual tələb olunsun və həlli lazım olsun sizə. Delta y yenə də eyni qayda ilə bu y-in x üstə gələk delta x-daki qiymətindən y-in sadəcə x-daki qiymətini çıxmaq lazımdır və funksiyamız nədir? Sinus x funksiyasıdır. Deməli, sinusun x-inin yerində bir dəfə x plus delta x qoyuram. Bir dəfə də sadəcə elə sinus x kimi, yəni olduğu kimi. Və xatırladım burada sizdə sinusların fərqi düsturu olanda nə edirdiniz? Yazırdınız 2 sinus arqumentlərin cəminin yarısı x üstə gələk delta x üstə gələk x-in yarısı vurulsun kosinus fərqinin yarısı. Fərqində x-lar gedər, qalar elə sadəcə delta x-in yarısı. Düzdür? Düzdür. Və bir də nəyə bölmək lazımdır? Delta x-ə bölmək lazımdır. Deməli, bu ifadədə elə bir dənə də mən delta x-ə böləcəm. İndi burada sadələşmə var. X-dan x-i toplayanda 2x eləyər. Böləndə burada arqumentin yerində 2x-i 2-yə böləndə x qalar. Üstə gələk delta x bölü 2 belə bir ifadə qalır. Kosinusun ifadəsi olduğu kimi qalır. Qarşıda da 2 sinus bölü delta x ifadəsi qalır. İndi cavabımız hansıdır? Cavabımıza baxaq. Cavabımız budur. 2 bölü delta x, sinus delta x bölü 2 və kosinus. Mən deyəsən cəmi ilə fərqin yerini səhvdir demək. Sinusda fərqinin yarısı olmalıydı. Kosinusda cəminin yarısı. Yəqin elə bir şey olmalıydı. Yerin səhvdir. Eyb yox. Əsas odur, mənim üçün önəmli olan nədir? Burada bu sualı çox asan qayda ilə yadda saxlaya bilərsiniz. Əslində həll etmək lazım deyil yeri gələndə. Məxrəcdə delta x varsa, böl delta x varsa, bu harda var? O yalnız burada var da. Düzdür? Yəni ona görə də o elə sizin düzgün cavabınızdır. Burada yenə deyirəm, bu sizə aralıq imtahana və ya əsas imtahana düşəndə sadəcə məxrəcdə elə delta x-ə baxsanız bəsdir. O bölmə işarəsinə baxsanız bəsdir. Sonra o biri suala baxım. O biri sual. 343 nömrəli sual ümumiyyətlə asandır. Bu teoremənin tərifidir. Funksiya artımının arqument artımına nisbəti, arqument artımı sıfıra yaxınlaşanda limitini nə deyilir? Funksiyanın teoreməsi deyilir. Yəni burada əslində sizdən elə y' soruşulur. O da ki x kvadratın teoreməsi 2x-dır. Onlar 2ax. Bx-in də teoreməsi elə nədir? B-dir. Yəni cavab 2ax plus b. 2ax plus b. Bu da sonuncu variant. 3 dənə funksiya artımı ilə misal var idi. Başqa deyəsən misalınız yoxdur. 344. Birinci tərtib teoremə sadəcə soruşulur. Loqaritma a əsasdan x-in teoreməsini xatırladaq. Bu 1 bölək x, bir dənə də vurulsun, ln a verir. Əgər funksiya mürəkkəb funksiyadırsa, bir dənə də burada x-in teoreməsi lazımdır bizə. Deməli, buna istinadən olacaq 1 bölək sinus 2x vurulsun ln 6. Bir dənə də sinus 2x-in teoreməsi kosinus 2x eləyər. 2x-in də teoreməsi 2 eləyər. Bir dənə də sürətdə yazıram, vur 2. Bu da cavabımız. Amma burada cavablarda nə var? Kosinus 2x-in sinus 2x-a nisbəti bizə verir nəyi? Kotangensi. Ona görə olur 2 kotangens 2x bölünsün ln 6. Sizin düzgün cavabınız. 345 nömrəli sual ümumiyyətlə asandır. 345 nömrəli sualda hasilin teoreməsi olsa da belə ayrı-ayrılıqda. Birincinin teoreməsi 1 bölək 2 kök 6 y eləyər. 2-nin teoreməsi zaten 0-dır. Vurulsun ikinci funksiya. Arc sinus y. Bir də üstə gələk, sonra olmalıdır. İkinci oldu. Birinci funksiya olduğu kimi qalmalıdır. Onda bu səhvdir. Birinci funksiya olduğu kimi qalmalıdırsa kök 6 y plus 2 vurulsun. Arc sinusun teoreməsi. Arc sinusun da teoreməsi
1 bölünsün 1 minus y kvadrat edir. Yəni burada sadələşməli, nəsə dəyişik həlli olması bir şey yoxdur. Elə ardıcıl olaraq tək-tək teoremləri tapmaqdır. Qeyri-aşkar funksiya bayaq bir sual var idi, amma yenə də deyirəm. fx-y funksiyası odur ki, sizin bütün bu ifadə hamısı bir yerdə yazılmalıdır. Yəni x kvadrat plus y kvadrat çıx 9. Bax, budur fx-y funksiyanız. Bərabər 0. Onu da nəzərə alaq. Qeyri-aşkar funksiyada birinci verilən funksiyanın x-a görə teoreməsi tapılar. Sonra isə y-ə nəzərən teoreməsi tapılar və qarşısında mənfisi olmalıdır. Və dedik, əgər x-a görə teoremi alırıqsa, biz y-ə bu zaman sabit kimi baxırıq, ədəd kimi baxırıq və sabitin də teoreməsi 0 olduğu üçün deməli x kvadratın teoreməsi 2x-dir. Əgər y-ə görə teoremi alırıqsa, bu zaman əksinə x-a sabit kimi baxıb y-dən teorem almalıyıq. Y kvadratın da teoreməsi 2y-dir. 2-lər ixtisar getsə qalacaq mənfi x bölək y. Bu da oldu qeyri-aşkar funksiya. Parametrik funksiyadan da bayaq demişdim, yenə deyirəm. Birinci y-in teoreməsini alarlar. Bu eləyir, qüvvət əvvələ gəlir və əmsala da vurulur. 15t üstü 4 üstə gələk, qüvvət əvvələ gəlir, əmsala vurulur. 15t-nin kvadratı qüvvətdən də biri azalmalıydı. X-in teoreməsini tapaq. Qüvvət əvvələ gəlir, qüvvətdən də biri azalır. 3t kvadrat 3. Və nə etməliydik? Bunları bir-birinə bölməliydik. Bölək. Yuxarıda ortaq vuruq nədir? 15t-nin kvadratıdır. Çıxartsaq t kvadrat üstə gələk 1 qalar. Məxrəcdə də elə sadəcə 3-ü çıxartsam, t kvadrat plus 1. Bunlar ixtisar getdi. 3-lə də 15 ixtisar getdi. Qaldı 5t-nin kvadratı. 5t kvadrat düzgün cavab. 348 yenə parametrik funksiyadır və deməli yenə sürətdə y-ə görə teoremə, məxrəcdə isə x-in teoreməsi. Y-in teoreməsi 1-in teoreməsi 0, kosinusun teoreməsi mənfi sinus t-dir. T-nin teoreməsi 1-dir, sinusun da teoreməsi kosinus t-dir. Çox sadə bir şey. Sinus t bölünsün 1 çıxaq, kosinus t düpbədüzdə almışıq. 349 yenə parametrik funksiyadır. Yenə y-ə görə teoremədən x-a görə teoremələri alıb bir-birinə bölürük. Hasil funksiyası kimi baxaq. Birincinin teoreməsi ilə y üstü t-dir, vuraq kosinus t. Üstə gələk. Birinci olduğu kimi qalar, ikincinin teoreməsi mənfi sinus t-dir. Məxrəcdə y üstü t-nin teoreməsi y üstü t ikinci olduğu kimi qalır. Üstə gələk. Birinci olduğu kimi qalıb, ikincidən teorem alsaq kosinus t. Y üstü t-lər ixtisar getsə, sürətdə kosinus t çıxaq sinus t, məxrəcdə isə sinus t, üstə gələk kosinus t olmalıdır. Bəli, çıxaq, məxrəcdə isə toplama. Bu da düz. Və bir dənə də 350-yə baxaq. Sonra fasilə verək. 350 y2 nə deməkdir? Deməli, ikinci tərtib teoremi almaq lazımdır. Əvvəlcə birini tapaq ki, sonra o birisini tapaq. ln kvadrat x. Buna x kvadratı kimi, yəni t kvadrat kimi baxsam, 2 əvvələ gələr, özündən də biri azalar. Sonra nə edərlər? Sonra isə ln x-in teoreməsinə vurarlar. Ln x-in teoreməsi 1 bölü x-dir. Deməli, bizim cavabımız alındı 2 ln x bölək x. İndi nə etməliyəm? İndi ikinci tərtib teoremi üçün bu aldığım ifadədən bir dənə də teorem almalıyam. Sürətin teoreməsi, yəni 2 ln x-in teoreməsi olar 2 bölək x. Vurulsun məxrəc, yəni x. Sonra üstə gələk, sürət üstə gələk yox, çıxılmalıydı. Sonra sürət vurulsun məxrəcin teoreməsi. Məxrəcin teoreməsi 1 bölək x-in teoreməsi 1-dir. Səhv dedim. X-in teoreməsi 1-dir. Çünki əmsalı 1-dir ona görə. Və məxrəcdə nə yazmalıydım? Məxrəcin kvadratını yazmalıydım. Görək buradan nə qaldı? X-dan x ixtisar getdi, qaldı 2, çıxılsın 2 ln x, məxrəcdə də x-in
kvadratı 2-ni də kənara çıxartsam, bəli, düzgün cavab aldım. 350-yə çatdıq.